deməli, xeyli sayda 2000-ə qədər həkimi əhatə edirdi. Onların müraciətlərində gözləyirdilər ki, bu komissiya bu qərarı verməyəcək. Komissiya müsbət qərar verib müzakirəyə göndərmişdi. Mənə müraciət edəndə həkimlər, mən məsələni təhlil etdim. Ədalət və İnkişaf Partiyasının sədr müavini Gülşah Zorlu ilə danışdım, onun telefonla xeyli müzakirə elədik. Dedi ki, bəy, mən həkimlərdən ibarət nümayəndə heyətin qəbul eləməyə hazıran bir heyət müəyyənləşsin və həkimlər məsələni bizə çatdırsınlar. Həkimlər də bir yaxşı bir məlumat hazırlamışdılar. Onun əhəmiyyəti, həkimlərin zərərini olan, ümumiyyətlə Türkiyənin türk coğrafiyası və İslam aləmi üçün yaxşı olmayan bir nəticə olacaqdı. Valideynlər o qədər insanlar narazı qalacaqdı və bu həkimlər həm də orada fəaliyyət göstərirlər, işləyirlər, Türkiyə səhiyyəsinə böyük dəstək verirlər. Bundan öncə də Azərbaycan həkimləri həm Türkiyədə, həm Avropada yaxşı təhsil alıb, həm Türkiyədə, Avropada, eyni zamanda ölkəmizdə xidmət göstərirlər. Siz də müharibədə iştirak eləmişsiniz, müharibədə də o həkimlər könüllü olaraq Türkiyədən gəlib iştirak etmişdilər. Həm də bunlar bir qəhrəmandılar. Niyə qəhrəmandılar? Burada da yüksək bal toplayaraq tibbə qəbul olublar. Sonra gedib hazırlaşıb Türkiyədə imtahan verib diplomlarını təsdiq elətdiriblər. Daha sonra uzmanlığa qəbul olublar. Bir qismi uzmanlığı bitirdikdən sonra yandallıq deyilir. Yəni doktoranturaya qəbul olublar. Uzun müddətdə 10 ildən artıq tibb təhsili alanlar var ki, peşəkar həkimdirlər. Bunların əməyi əgər bu cür qiymətləndirilsəydi 18.900 TL vəsait alsaydılar, iri şəhərlərdə də 30.000 TL, 30-35 min TL'yə ev kiraləridir. Bunu heç ev kiralərini qarşılaya bilməyəcək. Bir çoxu ailəvi oradadır, uşaqları ilə və onlar qidalanması üçün çox çətin olacaqdı. Hətta içərilərində bizim həkimlər var ki, o qədər fədakardırlar ki, onlar xəstəxanalarda qalıb, oradakı xəstələrə verilən qidalarla qidalanıb, təhsil alıb və davam etdirmək istəyirlər. Bu qədər fədakardırlar və Türkiyə məhkəmələrinin bir çoxunda qərarları da udmuşdular ki, onlara heç olmasa 70-80 min TL. Türkiyə vətəndaşları 180 min TL alır. 70-80 min TL əmək haqqı alsalar, bunlar üçün kifayət idi. Bu qanun qəbul edilsəydi, o məhkəmə qərarları da qüvvədən düşmüş olacaqdı və əvvəl pulu alanlar geri qaytarmalı olacaqdı. Növbəti mərhələdə isə pul ala bilməyəcəkdilər və belə bir çətin durum idi. Ədalət və İnkişaf Partiyasının rəhbərliyi parlamentdə qrup çox həssas yanaşdı. Azərbaycan Dostluq qrupunun rəhbəri Şamil Ayrım da parlamentdə qəbul etdi. O da bütün incəliklərinə qədər məsələni bildikdə Ədalət və İnkişaf Partiyasının rəhbərliyinə məruz olundu və parlament rəhbərliyinə məruz olundu. Mən eyni zamanda Milliyyətçi Hərəkat Partiyasına təşəkkür edirəm. Partiyanın sədr müavini Türk dünyası üzrə çalışan şəxs, həm də həmin komissiyanın sədr müavini İlyas Topsaqqal professor 6-cı gün ofisə gəldi saat 5-də ki, mən qəbul edəcəm. Həkimlərdən ibarət bizim heyət var idi. O heyət müxtəlif qruplara bölünmüşdü. Millət vəkillərinin həm Böyük Millət Məclisində, həm Ədalət İnkişaf Partiyasında, həm də Milliyyətçi Hərəkat Partiyasının rəhbərliyi ilə görüşürdü. Eyni zamanda Milliyyətçi Hərəkat Partiyasının parlament qrupunun başqan vəkili Dövlət Baxçalının vəkili ilə də görüş keçirildi. Eyni zamanda Genel Sekreterin, Baş katibin müavini Temel Osmanoğlu ilə görüş keçirildi. Osman Ağaoğlu ilə və bunlar hamısı yüksək səviyyədə qəbul etdilər. Və Ədalət İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası bir araya gələrək parlamentdə ardı-ardına millət vəkilləri çıxış etdilər. Çıxışlardan öncə də bunun əsasını hazırladılar ki, bu qərar yaxşı olmayan qərardır. Həkimlərə biz haqsızlıq eləyərik. Həm də onlar Azərbaycandan bizə əmanətdir. Türk coğrafiyasından, İslam coğrafiyasından bizə əmanətdirlər. Onlar gələcəkdə bu qardaşlığın körpüsünü qurması üçün çox vacibdir, çox önəmlidir. Həm Türkiyə üçün, həm Türk coğrafiyaları üçün və qərar geri qayıtdı. Türkiyə parlament tarixində çox nadir hallarda olur ki, belə qərar bütün komissiyalardan keçir, nazirliklərdən keçir, Böyük Millət Məclisi son anda qərar geri qaytara və qərar qəbul olunmayan. Bu böyük bir nəticədir. Mən də çox sevinirəm ki, bu prosesdə rol almışam. Bu həm Azərbaycan dövlətinin
bütünlükdə qələbəsidir, Azərbaycan diplomatiyasının qələbəsidir. Azərbaycan-Türkiyə qardaşlığının qorunması üçün növbəti bir addımdır. Siz bilirsiniz ki, Azərbaycan dövlətinin dəstəyi ilə biz ildə bir neçə dəfə Türkiyəyə səfərlərə gedirik. Bu səfərlər hamısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin qayğısıdır. İdar Əliyev Fondunun və onun rəhbəri Mehriban xanımın qayğısıdır. İdar Əliyev Fondu bizim qəzetə təşkilatı həmişə xüsusi diqqət, qayğı göstərib. Azərbaycan dövlətinin qayğısıdır. Ayrı-ayrı nazirliklərin qayğısıdır ki, biz heyətlərimizi Türkiyəyə aparırdıq və bu heyətləri Türkiyəyə səfər, Türkiyədən hərbi təşkilatların, əlil veteran şəhid ailələri təşkilatlarının, ehtiyatda olan zabit təşkilatlarının Azərbaycana səfəri, bizim ora səfərimiz, o səfərlərdə Türkiyə Prezidenti ilə görüşürdük, Ədalət İnkişaf Partiyasında olurduq, Milliyyətçi Hərəkat Partiyasında olurduq, Böyük Millət Məclisində görüşlər keçirirdik və oradan bu əlaqələr yaranıb.